Hər kəsə salam. Deyim 4-cü qrup. 20 variant sınaq imtahanından sınaq 1-in izahına baxırıq. Demək, ilk sualda bizə göstərilib x elementi konfigurasiya 3s2. Y elementi konfigurasiyası 3s2, 3p2-dir. Əmələ gətirdikləri birləşmənin formulunu tapmalıyıq. Yəni, z-in tərkibində x və y var. Bu bilir ki, metaldır. Yəni, ikinci qrupda yerləşir və bu maqneziumdur. Onun elə valenti 2 olacaq. Metal olduğunu da hərdən bilirik. Bilir ki, yəni sonu s ilə bitənlər metal olur. Ancaq bir dənə 1s1 ilə 1s2-dən başqa. Çünki 1s1 hidrogen, 1s2 də heliumdur. Bunlar qeyri-metaldır. Qalanlar metal olur. Bu isə 3s2, 3p2 qrupu 4-cü qrupdur. Və p ilə bitirsə bunlar qeyri-metal olur. Amma 3s2, 3p1 p ilə bitmiş olsa da bu alüminiumdur və metaldır. İndi bu 3s2, 3p1 olmadığı üçün görürük 3s2, 3p2'dir. Onda bu y olacaq qeyri-metal. Qeyri-metal isə birləşmədə göstərdiyi valenti tapmaq üçün 8-dən onun qrupunun nömrəsini. Qrupu da bilirik ki, burada üslərin cəmidir. 8-dən 4'ü çıxırıq, edir 4. Demək ki, bu birləşmədə y-in valenti 4 imiş. Valentliklərə əsasən formulu tərtib edirik. 4-dən 2-yə ortaq məxrəc 4'dür. 4'ü 2-yə böləndə 2, 4'ü 4'ə böləndə 1 edir. Yəni formulumuz olacaq x2, y 1-də olur D variantı. Daha sonra 2-də. Bizə maddə verib SN, H2, O. Burada hidrogen kütlə payı A-dır. Yəni 2n bölünsün 14n plus 16 vururuq da 100'ə. Oksigenin kütlə payı isə B-dir. Yəni 16 bölünsün, yəni sürətə hansı elementin kütlə payı deyirsə onun həmin elementi yazırıq. Məxrəcə isə M-ri yazırıq. Bunu da M-ri 14n plus 16. Vururuq 100'ə bərabərdir B-yə. B böl A. B-imiz nə qədərdir? Yəni 1600 bölünsün 14n plus 16. A-ya olan nisbəti, yəni 200n bölünsün 14n plus 16 bərabərdir 8'ə. Biz də bilirik ki, kəsri kəsrə böləndə birinci kəsr olduğu kimi saxlayırıq. İkinci kəsrin isə sürət və məxrəcin yerini dəyişirik. Bərabərdir 8'ə. Bunlar ixtisar gedir. Qalır 1600 bərabərdir 1600 n-ə. N də bərabər olacaq 1'ə. İndi bizə deyir birləşmədə karbonun kütlə payını hesablayın. Demək, birləşməmiz oldu. N-in yerinə 1 qoysaq. CH2O. Karbonun kütləsi 12. Aşağıda da bunun M-ri 12 üstə 2. 14 üstə gəl 16. Edir 30. 100'ə də vururuq. Edəcək 40%. Sonra 3-cü sual. Homogen qarışıqları müəyyən edin. Homogen yəni eyni cinsli qarışıqdır. Demək, burada benzin özü homogen qarışıqdır. Amma benzinin su ilə məhlulu heterogen olur. Ona görə biri götürür. Təbii qaz. Təbii qaz da həmçinin eyni cinsli qarışıqdır. Bunu da aid edirik. Benzol qarışıq deyil. Benzol saf maddədir. Qrafit də həmçinin, yəni bu qrafit karbonun allotropik şəkil dəyişməsidir və qarışıq deyil. Olacaq cavabımız 1, 2. Sonra 4-cü. Həyəcanlanma zamanı karbon 6 və xlor 17 üçün hansı elektron keçidləri mümkündür? Karbon 6, sıra nömrəsi 6. Konfigurasiya 1s2, 2s2, 2p2. Həyəcanlanmaq üçün şərtimiz odur ki, boş orbital və cüt elektron olmalıdır. Və son hissəyə baxırıq. Son ailəyə baxırıq. S-də bilirik ki, 1 orbital, P-də 3 orbital var və elektronları yerləşdiririk. Həyəcanlanmaq üçün şərtimiz nə idi? Cüt elektron olmalıdır. Boş orbital olmalıdır. Bu zaman həyəcanlanan zaman S-in elektronlarından biri P-nin boş orbitalına keçdi. Yəni burada hardan hara keçid baş verdi? S-dən P-yə. Ona görə karbona uyğun gələcək birinci. İndi xlor üçün baxaq. Xlorun sıra nömrəsi 17-dir. Bizə son hissə lazımdır. 3s2, 3p5. Və 3'ün bilir ki, D yarım səviyyəsi də var. O 0'dır bunlardır. Çünki 17 artıq tamamlanır. 3 də boş qalır. Yenə yerləşdirsək orbitalları üzrə. D-də isə 5 dənə orbital var. Çəkirik, amma boş saxlayırıq çünki 0'dır.
İlk olaraq, baxın, şərtimiz yenə ödənib. Cüt elektronumuz var, boş orbitalımız var. Nə olacaq? İlk olaraq təbii ki, S-dən D-yə yox, P-dən D-yə keçir. Yəni daha yaxın yerdən. P-nin cüt elektronlarından, P yarım səviyyədə olan cütlərdən biri keçdi bura. P-dən D-yə keçid baş verdi. Sonra baxıram ki, hələ də mənim artıq bunun biri getdi. Yenə görürsünüz, burada cüt elektronumuz var və boş orbitalımız yenə var. Həyəcanlandırmağa davam edə bilərik. Buradan biri yenə gəldi D-yə, bunda biri getdi. Yenə P-dən D-yə keçid baş verdi. Sonra artıq görürsünüz, P-ninkilər hamısı tək-tək qaldı. İndi keçək S-ə. S-in də cüt elektronu var və cüt elektronlardan biri də gəldi bura. Bu da qaldı tək. Artıq bu zaman nədən nəyə keçid baş verdi? S-dən D-yə. Yəni burada biz həm P-dən D-yə, həm də S-dən D-yə keçid gördük. Ona görə karbona uyğun gələn olacaq birincisi. Xlora isə 2 və 3 uyğun gəlir. Olur Y variantı. Daha sonra 5-ci sual. X metalı oksidinin və hidroksidin kütlələri verib, hansı metallarda A, B-dən böyük olar? Aha. Biz baxaq burada metallarımız. Sink, magnezium. Bunlar 2 valentlidir. Alüminium 3 valentli, kalium 1 valentlidir. Biz həm 2, həm 1, həm 3 valentli elementlərin oksid və hidroksidini tərtib edək və buna əsasən uyğunluğu tapacaq. İlk olaraq başlayaq sink. Sink 2 valentlidir. Oksigen də 2 valentlidir. Oksidində formul belə olur. Oksidinin nisbi molekul kütləsi deyir. İndi hidroksidi üçün də yazaq. Sink, OH yazırıq hidroksid olanda. OH-ın valenti 1-dir, sink 2-dir. Formulumuz belə olur. Demək, oksidin və hidroksidinə baxsaq, təbii ki, burada baxanda görünür ki, hidroksidi daha böyükdür. Bizə elə variant lazımdır ki, onun oksidinin kütləsi çox olmuş olsun. Əgər sink də 2 valentlidir, magnezium da 2 valentlidir. Yəni sink üçün quruluşunu tərtib etsək, magnezium üçün də elə olacaq. Ona görə sinkdə alınmazsa, onda magneziumda da alınmaz. İndi alüminiuma baxaq. Alüminium oksidi olacaq alüminium 2O3, hidroksidi isə olacaq alüminium OH3. Baxın, artıq görürsünüz, burada metalın kütləsi daha çoxdur. Metalın kütləsi çoxdursa, burada o zaman oksidinin kütləsi daha böyük olmuş olar. Yəni bunu ayrılıqda hesablamağa ehtiyac yoxdur. Yəni belə baxanda məntiqən də bunu tapa bilərik. Özümüz hesablasaq da alüminium 2O3 üçün emeri olacaq 54 üzərinə 48 gəlsək 102. Alüminium OH üçün də emeri olacaq 78. Həqiqətən də görür ki, bunun oksidinin kütləsi hidroksidindən daha çoxdur. Ona görə 3'ü götür. Sonra 4-cüyə baxaq. Kalium oksidi, kalium 2 O, hidroksidi, kalium OH. Yəni görürsünüz, metalın kütləsi daha çoxdur. Yəni burada 39'u 2'yə vururuq. 78 üzərinə 16 gəlsək, bu 94 edəcək. Bu isə 56 edir. Yəni oksidi həqiqətən də hidroksidindən çoxdur. Ona görə cavabımız olacaq 3 və 4. Daha sonra 6-cı sual. Fiziki hadisələri müəyyən edin. Dəmirin paslanması. Paslanma kimyəvi hadisədir. 1 səhvdir. Təbii qazın yanması. Yanma kimyəvi hadisədir. Neftin distilləsi, ümumiyyətlə qarışıqların ayrılma üsulları, distillə, buxarlandırma və s. hamısı fizikidir. 3 doğrudur. Quru buzun sublimasiyası, sublimasiya olsun, ərimə, donma, yəni aqreqat hal dəyişilmələri də fiziki hadisədir. Ona görə olacaq 3-4 Y variantı. Daha sonra 7-ci sual. Ağ fosfor P4, ozon O3, oksigen O2. Atomların sayı 12, 15, 18'dir. Əgər fosforun bir dənəsində, yəni 1 mol fosforda 4 atom varsa, 12 olması üçün bu demək 3 mol olmalıdır ki, 3 vur 4, 12 eləsin. Birində 3-dürsə, demək 5'ində olar 15'dən, yəni 5 vur 3, 15 edir. Oksigende 1 molunda 18'dirsə, onda 9 mol olmalıdır ki 9 vur 2 18 oksigen atomu olmuş olsun. İndi fosforda mol X-ləndir, ozonda Y-lə, oksigende də Z-lə. Bunların cəmini istəyir bizdən. O da edəcək 17. C variantı. Daha sonra 8. Demək, bunlar üçün uyğun olanları müəyyən eləməliyik.
Birinci. Baxaq, 6-cı qrup elementidir. Elementlərimiz kükürt, oksigen və fosfordur. Bunlardan yalnız kükürt və oksigen 6-cı qrup elementidir. Bu olacaq ikinci. Yəni bu iki oksigenlə kükürdün ortaq xüsusiyyətidir. Ona görə bu uyğun gəlir bura. Allotropik şəkil dəyişməsi var. Allotropik şəkil dəyişmə oksigen, kükürt, silisium, fosfor və karbonun var. Onlardan da oksigen və kükürt burada var. Ona görə bu iki də bura aiddir. Daha sonra maksimum oksijenləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsinə uyğun deyil. Biz bilirik ki, fon, yəni flor, oksigen, azot yerləşdiyi qrupun nömrəsinə uyğun valentlik göstərmir. Həmçinin, yəni maksimum oksijenləşmə dərəcəsi də yerləşdikləri qrupun nömrəsinə uyğun deyil. Ona görə 3 olacaq. Üçüncüyə əsas yarım qrup elementidir. Bunların üçü də əsas yarım qrup elementidir. 4 də bura uyğun gəlir. 1-ə 4, 2-yə 1-lə 2 olur. 8-də də A variantı. 9. Kalsium atomunda valent elektronları ümumi elektronların neçə faizini təşkil edir? Kalsium sıra nömrəsi 20-dir. Yazanda yazırıq 4s2. Valent elektronu dedikdə rabitənin yaranmasında iştirak edən elektronlar nəzərdə tutulur və bu qrupun nömrəsinə bərabər olur valent elektronları, yəni 2-yə. İndi bu 2 ümumi elektronların, yəni 20-nin neçə faizini təşkil edir deyirsə 100-ə də vururuq, edəcək 10%. Daha sonra 10-cu sual. X2O, YO2. Yəni mol miqdarları 1-in 1-ədir. Kütlələri cəmi 188-dir. X-in kütləsinin, Y-in kütləsinə olan nisbəti 16/3-dür. Onda biz buradan tapaq. X bərabərdir 16y/3 şəklində qalsın. İndi bunların kütlələri cəmi 188-dir. Hesablayaq. 2x plus 16, yəni bunun kütləsi, molları da 1-dir. Yəni mollarına vuranda bir şey dəyişmir. Digəri isə y plus 32. Yəni x-in y-in kütlələrini bilmirəm. Birinə x, birinə y yazıram. Bərabərdir 188. 2x plus y bərabərdir 188-dən çıxırıq. 48-i edir 140. Bu belə qalsın. İndi biz tapmışdıq buradan x bərabərdir 16y bölünsün. X-in bu qiymətini gətirib yerinə yazaq. 2 vurulsun 16y bölünsün 3. Plus y bərabərdir 140. Hər tərəfi 3-ə vuraq, kəsirdən azad eləyək. Bu tərəfi 3-ə vursaq burada qalacaq 32y. Üstə gəl 3y bərabərdir 140-ı da 3-ə vursaq 420. 420-ni də 35-ə bölsək y edəcək 12. Bəs x-in kütləsi nəyə bərabər olacaq? Y-in bu qiymətini gətirib yerinə yazırıq. X bərabər olur 16 vur 12 bölünsün 3. Bu da edəcək 64. Yəni Y variantı. 11. Demək 11-də verib. X, Y, Z. Hansı ifadələr doğrudur? Hər 3 maddə eyni aqreqat halındadır normal şəraitdə. Bunu tapmağın ən rahat yollarından biri. Hər maddə üçün ayrıca belə bir qrafik üzərində baxaq. Bərk, maye, qaz. Ərimə temperaturu X-in -20, 70. Y-in 5, 80. Z-in 20, 120. Normal şəraitdə isə yəni 0 dərəcədə baxırıq görək hara düşür. X düşür 0 dərəcədə -20-nə -70-in arasında, yəni olur maye. Y düşəcək 5-dən əvvələ, yəni bərkə. Z isə o da düşəcək 20-dən əvvələ, yəni bərkə 0 dərəcədə. Yəni eyni aqreqat halında olmuş olmurlar. 1 yanlışdır. X-in ərimə temperaturunda Y və Z bərk haldadır. X-in ərimə temperaturu, baxın bu ərimə temperaturudur, özü yazıb da -20 dərəcə. -20 dərəcədə Y olur 5-dən əvvəldə, yəni bərk olur. Z də 20-dən əvvəl, yəni -20-dən əvvələ düşür, yəni bu da bərk olmuş olur. Yəni bu doğrudur. Y və Z bərk halında olur. 2 düzdür. Sonra Z-in qaynama temperaturunda X və Y qaz halındadır. Z-in qaynama temperaturu 120-dir. Bu zaman X olacaq qaz halında, çünki 120 70-dən sonradır.
Həmçinin Y-də də 120 80-dən sonraya düşür, yəni qaza düşür. 3-də doğru olmuş olur, olur B variantı. Daha sonra 12-ci sual. X2 müsbət iyonu, proton sayı A, neytron sayı B, elektron sayı da C'dir. İndi iyon üçün hansı münasibət doğrudur? Gəlin burada elektron sayını tapaq. Elektronu tapanda protonu yazırıq. Yükü də əks işarə ilə üzərinə gəlirik. Müsbət 2 idi, mənfi 2 olur. Bu da C bərabər olur A minus 2-yə. Bu da uyğun gəlir D variantında. Sonra 13. Metalları müəyyən edin. Biz metalları necə tapırıq? Ümumiyyətlə bilirik ki, D elementləri metaldır. Bir də sonu S ilə bitənləri biz metal götürürük. Bir dənə 1S1, 1S2 bunlar qeyri-metaldır. Bir də sonu P ilə bitənlərdən də 3S2, 3P1 metaldır. İndi bu S ilə bitir, metaldır. X götürə bilərik. 3S2, 3P4 P ilə bitir, qeyri-metaldır. Z P ilə bitir, qeyri-metaldır. Bu da görürsünüz D elementidir. 3D6, 4D2 bu da olur metal. Yəni X və T. 13-də C variantı. 14. Hansı elektron formuluna malik olan element elektron verə bilməz? 3S2, 3P5. Bu halogendir. 7-ci qrup elementlərindən xlordur. Xlor verə bilər. 2S2, 2P5. Ümumiyyətlə, yəni burada biz əsasən götürürük təsirsiz qazlar. Sonra məsələn fluoru götürə bilərik. Elə baxın, burada B variantı fluordur. Sıra nömrəsi 9 olur. Fluor çünki ən qüvvətli oksidləşdirici elementdir. Yəni o elektron alır, elektron vermir. Ona görə olacaq B variantı. Sonra 15. Y3 müsbət elektron sayı A-dır. X2 mənfi elektron sayı A plus 8-dir. Y-in proton sayı 13-dür. Onda biz buradan bunun elektronunu tapsaq, protonu yazırıq. Yükü də əks işarə ilə üzərinə gəlirik. Bu edir 10. Biz A-nın qiymətini tapdıq. Burada yerinə yazsaq, A plus 8, yəni 10 üstə gəl 8 olur 18. İndi bunun biz proton sayını tapmalıyıq, yəni N-i. N bərabər protonu da tapanda əksinə gedirik. Elektronu yazırıq, yük də olduğu kimi üzərinə gəlirik. Bu da edəcək 16. 15'də olur D variantı. Sonra 16. Hansı çevrilmə zamanı D orbitalında elektron sayı bir vahid azalır. Demək, biz bilirik ki, istisnalıq təşkil edənlərdəndir ki, biz onu 4S1, 3D10 şəklində yazırıq. Görürsünüz ki, 2 müsbət olubdur. Yəni, 2 müsbət olanda biz normal halından 2 dənə elektron çıxırıq. Biri bundan gedir, biri bundan qalır 3D9 və ən birinci başlayırıq S-dən silməyə həmişə. 4S-dən. Burada görürük ki, əvvəl D10 idi, indi 9 oldu. Yəni, bir vahid azaldı. Biri götürə bilərik. Bizə də bir vahid azalma olmağını istəyir. Sonra dəmir. 26. Dəmir 3 müsbətə keçir. 4S2, 3D6. Burada da 3 müsbətdirsə, birinci 4S-dən silirik. İkisi buradan gedir, biri də buradan. Qaldı 3D5. Yenə 3D 6-dan 5-ə keçdi. Yəni bir vahid azaldı. 2 də doğrudur. Üçüncü, dəmir 0-dan, dəmir 3 müsbətə. Yox, 2 müsbətə. Dəmir 4S2, 3D6 yazırıq. Yenə 2 müsbət deyir. 4S-dən başlamaqdan silirik. İkisi getdi bundan, elə qaldı 3D6. Yəni D elektron sayı dəyişmədi. Sonra xrom. Xrom da mis kimi istisnalıq təşkil edir ki, burada da biz bunu 4S2, 3D4 yaza bilmərik. Elektron uçurumu baş verir. Yəni 4S-dən biri keçir. D-yə 4S1, 3D5 olur. Burada da müsbət 3-dür. 4S-dən başlamaqla silirik. Biri buradan getdi, ikisi buradan qaldı 3D3. Bu dəfə D-dəki elektron sayımız 5-dən 3-ə keçdi. Yəni 2 vahid azaldı. Ona görə cavab olacaq 1, 2, D variantı. Daha sonra 17. Qarışıqda olan maddələr X, Y aqreqat halı AB, qarışığın növü, qarışığın ayrılma üsulu, ayrıcı qıf. Ümumiyyətlə, qarışığın ayrılma üsulu ayrıcı qıfdırsa, demək söhbət
bir-birində həll olmayan, yəni suda həll olmayan mayedən gedir. Yəni bir-birində həll olmayan iki mayedən söhbət gedir. Demək ki, bu həll olmursa olacaq müxtəlif cinsli və aqreqat hallarda maye və maye şəklində olur. Olacaq C variantı. Sonra 18. Demək, 3s2, 3p3 konfigurasiyamız var. Bir də 4s2. Bunlar üçün ümumi olan nədir? 4-cü dövr elementidir. Biz bilirik ki, son ailədə qarşıda duran dövrü göstərir. Bu 3 olacaq. Yəni 3, 3-dür görürük ki, ona görə birini götürürük. Dövr burada olur 3. Burada isə olur 4. Bu ümumi deyil. Normal halda 3 qoşalaşmamış elektronu var. Qoşalaşmamış yəni tək. Orbitallar üzrə yerləşdirək. 3s2-də 1 xana 2 elektron, 3p3-də 3 xana 3 elektron. 4s2-də də s-də 1 xana 2 elektron. Belə ayraq qarışmasın. Görürük ki, burada bunlar cütdür, amma 1, 2, 3. Bu 3 dənə təkdir. Burada isə yenə tək yoxdur. Ona görə bu da ortaq deyil. Normal halda s elektronları bütün elektronların 40%-ni təşkil edir. Aha. Gəl indi bunun əvvəlində yazaq aydın şəkildə görmək üçün. Birincisi üçün 1s2, 2s2, 2p6, 3s2, 3p3. Digəri 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2. Demək, normal halda s elektronları bütün elektronların 40%-ni təşkil edir. Burada nə qədər s elektronumuz var? 2, 4, 6 dənə. Cəmi nə qədər elektronumuz var? 15 dənə. Neçə faiz dediyi üçün 100-ə də vururuq. Bu da bunun 40%-ni təşkil edir. Bu uyğun gəldiyin digərinə baxaq. S elektronu 2, 4, 6, 8 dənədir. Ümumi elektron da 20 dənədir. 8 də 20-nin 40%-ni təşkil edir. Elə ortaq xüsusiyyət C variantı oldu. Daha sonra 19. Demək, maddəmiz X. Proton sayı A, neytron sayı A. X hansı maddələr ola bilər? Aha, yəni proton sayı neytron sayına bərabər. Baxaq A variantında H flor. Protonu tapsaq, hidrogenin 1 protonu, florun da 9. Cəmi ilə də 10. Neytronu tapanda kütlədən protonu çıxırıq. 1-dən 1 hidrogende neytron yoxdur. Florun kütləsi 19, protonu 9, 19-dan 9 çıxanda qalır 10. Elə proton sayı neytron sayına bərabər oldu. Cavab olacaq A variantı. Daha sonra 20-ci sual. Demək, 1 mol N2 üzərinə neçə mol helium əlavə etdikdə qaz qarışığının orta molyar kütləsi 7 olar. Neçə mol helium deyir, bilmirik neçə mol, X yazaq. Alınan qaz qarışığının orta molyar kütləsi 7-dir. Demək, qaz qarışığının orta molyar kütləsinin tapılma düsturu var. Mr orta bərabərdir. Nü1 M1 plus Nü2 M2 bölünsün Nü1 plus Nü2. Qaz qarışığının orta molyar kütləsi 7-yə bərabərdir. Birinci maddəmizin molu 1, kütləsi 28. Üstə gəl. İkinci maddənin molu X, kütləsi 4. Aşağıda da mollar cəmi 1 plus X. 28 plus 4X bərabərdir 7 plus 7X. Buradan da X bərabər olur 7-yə. Sonra 21. Hansı elektron formuluna malik element hidrogenlə uçucu birləşmə əmələ gətirir? Hidrogenlə uçucu birləşmə əmələ gətirirsə, bu demək qeyri-metal olmalıdır. Sonu S-lə bitənlər metaldır. 1s1, 1s2-dən başqa. Bu ona uyğun deyil. Yəni metaldır. Bizə qeyri-metal lazımdır. D elementləri metaldır. S-lə bitib metaldır. İndi qaldı burada B ilə Y. Bunlar ikisi də qeyri-metaldır. Amma bu 8-ci qrupda təsirsiz qazdır. Ona baxmırıq. Ona görə olacaq B variantı. Sonra 22-də. Etanol, su, xörək duzu, su. Diaqrama əsasən ortaq xüsusiyyətləri seçməliyik. 22. 1, 2, 3. Homogen qarışıqdır. Etanol etil spirtidir. Həm spirtin suda, həm də xörək duzunun suda məhlulu homogen, yəni eyni cinsli qarışıqdır. Bunları belə rum rəqəmi ilə yazıq. Yəni ona görə bu birincisi bunlar üçün ortaq xüsusiyyətdir. Yəni üçüncüyə gedir.
Distillə suyu ilə ayrılır. Distillə suyu ilə bilirik ki, spirtin suda məhlulu ayrılır. Bu ikinciyə aiddir. Buxarlandırma üsulu ilə ayrılır. Bu isə duzun suda məhluluna aiddir. İndi ayrılma üsulu maddələrin qaynama temperaturunun müxtəlifliyinə əsaslanır. Bəli, biz bilirik ki, ən əsas qaynama temperaturu müxtəlifliyi distillə üsulunda daha çox deyirik, amma biz bunu artıq, yəni xörək duzun suda məhlulunda da təbii ki, orada su qaynayır ki, buxarlanır. Yəni burada da artıq qaynama temperaturundan biz danışa bilərik. Ona görə 4-cüdə ortaq xüsusiyyəti, yəni 3-ə aiddir. Ona görə cavabımız olacaq 22-də B variantı. Daha sonra 23. 23-də oksigenlə reaksiyanın qrafikinə əsasən X-in nisbi atom kütləsini hesablayın. Demək, X və oksigen reaksiyaya daxil olub, alınıb X2O3. Əmsallaşdıraq. Bura 3 yazaq, bura 2 yazaq, burada 4 yazdıq, düzəldi. Demək, görürük ki, X2O3 əmələ gəlib 10,2 qram. Oksigen isə 10,2-dən başlayıb, gəlib 5,4-də dayanıb. Yəni, nə qədər sərf olub? 10,2-də başlayıb, 5,4-də dayanıb. 4,8 qram sərf olunub və biz də həmişə sərf olunanla işləyirik. 4,8. Kütlələrini yerinə yazırıq. Oksigen 3/32. Bunu da biz bilmirik. Əmsalını vururuq. MR-ini 2x plus 48. Tənasüblə həll edirik. 96 vurulsun 10,2 bərabərdir. 9,6-nı 2-yə vursaq 19,2x. Tərəfdə də 9,6-nı da 48-ə vururuq. 460,8 edir. O zaman x bərabər olur 27. Və bizdən də x-in kütləsini istəyirdi. X də bərabər olur 27. Sonra 24. X elementi. Qısa elektron formulu 3s2, 3p3 baş oksid və hidrogeni birləşməsinin nisbi molekul kütlələri. Demək, 3s2, 3p3-dürsə, o zaman bunun qrupu olur 5-ci qrup. 5-ci qrup elementlərinin baş oksidini əmələ gətirəndə, demək, qrupunu yazdıq, oksigeni də 2 yazırıq valentini. Bu olur X2O5 şəklində. Hidrogenli birləşməsini düzəldəndə isə X-i yazdıq, bura hidrogen yazırıq. Qeyri-metaldır, görürük ki, qeyri-metalın hidrogenli birləşməsini əmələ gətirəndə hidrogenə 1 yazırıq. Elementin isə həmin o hidrogenin əmələ gətirdiyi birləşmədəki valentini tapmaq üçün 8-dən qrupunun nömrəsini, yəni 5-i çıxırıq, olur 3. Bu, burada 3 valentlik göstərir. Düzəldəndə də XH3. İndi bunun baş oksidinin nisbi molekul kütləsi A ilə işarə edilib, yəni bərabərdir 2x plus 16-da 5-ə vuranda 80. Bunun MR-i də B bərabərdir x plus 3. A minus B bərabərdir 108, yəni A 2x plus 80. B də x plus 3, şimdi qarşısında mənfi varsa plus minus olacaq. 108, buradan da x bərabər olur 31. 25. CH4 və NH3-dən ibarət olan qaz qarışığı. CH4, NH3. Hidrogen atomlarının sayı azot atomlarının sayından 4 dəfə çoxdur. Biz bu qarışığımızda bilmirik nə qədər CH4, nə qədər NH3 var. Birinə X yazaq, birinə Y. İndi bu qarışıqda nə qədər hidrogen atomumuz var? İndeksini vururuq əmsalına. 4 vur X, 4X. Burada isə 3 vur Y, 3Y. Azot atom nə qədərdir? Azot bir dənə NH3-də var, Y vururuq 1-ə Y. İndi deyir ki, hidrogen atomlarının sayı azot atomlarının sayından 4 dəfə çoxdur. Onda 4x plus 3y bərabərdir 4y. Buradan da 4x bərabər olacaq y-ə. Biz tapdıq ki, y bərabərdir 4x. Yəni, qarışığımız x mol CH4, 4x mol da NH3-dür.
İndi bizdən istəyir ki, qarşılığın orta molyar kütləsi, yəni Mr orta bərabərdir nü1 M1 plus nü2 M2 bölünsün nü1 plus nü2. Yerinə yazsaq, birinci maddənin molu X, kütləsi 16, 16X. Üstəgəl, ikinci maddənin molu 4X, Mr-nə də vuranda 17-ni vururuq 4-ə, 68X. Aşağıda da mollar cəmi X plus 4X eləyir 5X. Və hesablasaq, bu da bərabər olur 16,8-ə. Sonra 26. Element verib, X və Y elementi. X, Y. X-in sıra nömrəsi A, Y-in B. A ilə B-nin cəmi 28, fərqi 12. İndi biz burada əvəz etməkdə, məsələn, A bərabərdir 28 çıx B. A-nın bu qiymətini gətirib burada yerinə yazırıq. 28 çıx B. Çıx B bərabərdir 12. Buradan 2B bərabər 16. B bərabər olur 8-ə. B-nin qiymətini gətirib burada yerinə yazıb tapsaq A-nı. A bərabər olur 28 çıx 8, yəni 20. Biz tapdıq ki, X-in sıra nömrəsi 20, Y-inki isə 5-dir. İndi hansı ifadələr doğrudur? X metaldır. 20-ni biz düzsək, bu edəcək 4S2, Y-də B-ni 8 tapmışdıq. Y-üçün isə 2S2, 2P 4 olacaq. İndi sonu S ilə bitənlər olur metal. Amma bir dənə 1S1, 1S2-dən başqa ki, bunlar S ilə bitsə də qeyri-metaldır. Ona görə X metaldır, doğrudur. Biri götürürük. Y, son P ilə bitənlər qeyri-metaldır. Amma bir dənə diqqətli olaq ki, alüminiumda P ilə bitmiş olsa da metaldır. Amma bu 3S2, 3P1 olmadığından bunu qeyri-metal götürürük. Yəni Y qeyri-metaldır. X və Y əsas yarım qrupda yerləşir. Əsas yarım qrup elementlərdir. Əgər sonu S ilə, P ilə bitirsə bunlar əsas, D ilə F ilə bitirsə əlavədir. Bunlar da S ilə P ilə bitdiyi üçün əsasdır. Buna görə cavab olacaq 26, 1, 3, 4. 27. S elementi, D elementi, P elementi. Bunların konfigurasiyalarının sonluğunu yazsaq. 16 olur 3S2, 3P4. 26 olur 4S2, 3D6. 20 olur 4S2, 22 olur 4S2, 3D2. 35 olur 4S2, 4P5. Yəni bunun artıq əvvəldən 3D10'u da tamamlanıb ki, yəni sonluq olur 4S2, 4S2, 4P5. İndi sonu S ilə bitirsə olur S, D ilə bitsə D, P ilə bitsə P elementidir. Sonu P ilə bitib P elementidir. D ilə bitib D elementidir. S ilə bitib S elementidir. D ilə bitib D elementidir. P ilə bitib P elementidir. 1S, 2B'de 3AY olacaq. Sonra açıq tipli suallardan situasiyal olanlar. 28. Şəkildə dövr sistemi müəyyən hissəsi verilmişdir. X, Y, Z əsas yarım qrup elementlərinin atomlarında cəmi 38 elektron var. X, Y və Z bir-biri ilə reaksiyaya daxil olur. Demək, bunlarda deyir ki, cəmi 38 elektron var. İndi biz bunların sıra nömrələrini tapaq. Tutaq ki, X-in sıra nömrəsini mən N yazıram. Elementlərdən yuxarıdakı ilə aşağıdakı bir-birindən 8 vahid fərqlənir. Yəni bu N-dirsə, bundan aşağıdakı olacaq N plus 8. Onda bir vahid əvvələ getsəm, bu olacaq N plus 7, N plus 6, N plus 5, bu da olacaq N plus 4 şəklində. İndi bizə lazımdır X, Y, Z. Onların elektronlarının cəmi N üstəgəl N plus 7 üstəgəl N plus 4 bərabər olur 38-ə. 3N bərabərdir 38-dən 11 çıxsaq 27, N də bərabər olur 9-a. Onda X-in sıra nömrəsini N ilə işarələmişdik, olur 9. Y olur N plus 4, yəni 13. Z də olur N plus 7, yəni 16.
İndi bizdən nə istəyir? Y-lə z-in əmələ gətirdiyi birləşmənin formulu x flordur, yəni 2s2 2p5. Y 3s2 3p1, yəni alüminiumdur. Z isə 3s2 3p4 kükürdür. Y-lə z, y üçüncü qrupdur, metaldır. Yerləşdiyi, yəni qrupu neçədirsə, o qədər də valentlik göstərir. Sabit valentlidir. Z isə, yəni qeyri-metalın isə birləşmədə göstərdiyi valenti tapmaq üçün 8-dən onun qrupunun nömrəsini, yəni 6-nı çıxırıq, edir 2. Demək, burada 2 valentliymiş. Formulu düzəltsək, bura gələcək 2, burada gələcək 3. Protonların sayı, Y-ın protonu 13 idi, yəni ümumi birləşmədə olan proton sayını istəyir bizə. Y-ın protonu 13-dür, indeksinə vururuq 2, üstə gəl, Z-in protonu 16-dır, vururuq 3-ə. 26 plus 48. Bu da edəcək 74. Sonra 29. X-in Y-lərə reaksiya tənliyini yazın və əmsallaşdırın. X, Y. X bildik ki, sıra nömrəsi 9 olan element flordur. Y alüminiumdur, Z kükürdür. X və Y, yəni alüminiumla florun qarşılıqlı təsiri. Alınır buradan alüminium florid. Həm reaksiya tənliyini yazdıq, bu birincisi. İkincisi isə əmsallaşdırmalıyıq. Yenidən yazıb, bu dəfə də əmsallaşdırırıq. Bura 2 yazıq, bura 3. Burada 2 yazırıq, düzəlir. Bu da oldu 29. Və ən son 30. X-in proton sayını və elektron formulunu yazın. X-in biz tapdıq ki, proton sayı 9-dur. Elektron formulu da 1s2 2s2 2p5 olacaq. Bu da olur ikincinin cavabı.